Cahil insan təkcə savadsız insan deyil. Yəni savadsız insan hər zaman düşünülür ki, cahil insandır. Xeyr. Cahil insan hər zaman böyüklük iddiasında olan insandır. Cahil insan təkəbbürlü insandır. Cahil insan özünü tanımamaqdır. Cahil insan həyatda missiyası nədən ibarətdir, onu bilməməkdir. Dünyada ən böyük pisliklər cahillikdən yaranır. Cahil insan kör insandır. Cahil insan özünü tənqid etməyən insandır. Mütəmadi olaraq cahil insan özünü qiymətləndirməyən insandır. Cahil insan düşünür ki, mən hər şeyi bilirəm. Hər şeyi bilirəm iddiasında olan, təkəbbürlü olan insan heç vaxt araşdırma etməz, heç vaxt öyrənməyə meyilli olmaz. Təkəbbürlü insan ən təhlükəli insandır. Bax, onun üçün bizlər məktəblərimizdə şagirdlərimizə təkcə elm yox, həmçinin mənəviyyat formalaşdırmalıyıq. Özünü qiymətləndirməni öyrətməliyik. Özlərinə tənqidi yanaşmanı şagirdlərimizdə biz formalaşdırmalıyıq, əxlaq formalaşdırmalıyıq. Bax, o zaman şagird şəxsiyyəti formalaşmış olur və cəmiyyətə biz sağlam vətəndaşlar yetişdirmiş oluruq. Hörmətli müəllimlər,